Bildiğiniz gibi bugün gece saatlarında Azov dənizində iki yük gəmisi, xarici yük gəmisinə qarşı dron hücumları həyata keçirilib və gəmidə olan ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu məlumdur. Qeyd edək ki, Rusiya tərəfindən daxil olan məlumata əsasən ümumilikdə 5 nəfər Azərbaycan vətəndaşı həlak olub, 3 nəfər isə yaralanıb. Hal-hazırda onların kimliklərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq iş aparılır. Eyni zamanda yaralı vətəndaşlarımız Yeysk şəhər xəstəxanasında yerləşdirilmişdir. Qeyd etmək istərdik ki, sözügedən gəmilərin heç biri Azərbaycan dövlətinə məxsus deyil. Bildirmək istərdik ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə, həmçinin səfirliklərimiz, xüsusilə də Rusiyadakı səfirliyimiz müvafiq olaraq işə cəlb edilib və Rusiya aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə vətəndaşlarımızın vəziyyəti ilə yaxından maraqlanır. Eyni zamanda səfirliyimizin konsulluq bölməsinin heyəti müvafiq olaraq bölgəyə yola düşmüşdür və hal-hazırda onlara müvafiq konsulluq dəstəyinin göstərilməsi və ölkəmizə geri qaytarılması istiqamətində müvafiq işlər həyata keçirilir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların qısa müddət ərzində şəfa tapmasını arzulayırıq.